Şah İsmail Xətainin məzarı buradaymış. Bir bilgi vermək istəyirəm ki sizə. Şah İsmail Xətai 1501-ci ildə Səfəvi dövlətini qurubdu. Hansı ki 14 yaşında taxta çıxıb. Düzdür, tək başına eləməyib, arxasına qızılbaşlar var imiş, Səfəvi təriqətləri var imiş, dini siyasi şəbəkələr var imiş. Amma bu o dövr üçün fövqəladə bir hal idi uşaqlar. Unutmayın bunu. Nə möhtəşəmdir. Məzar hardadır bəs? Şah İsmailin məzarı hansıdır? Bura əslində Şeyx Səfinin. Şeyx Səfi Şah İsmailin ulu babası olub. 180 il öncə burada dəfn edilib. Sonrasında isə Şah İsmaili da gətirib bura dəfn ediblər. Bu isə Şah İsmailin məzarıdır. Hansı ki gümüşdən, qızıldan və fil dişlərindən istifadə olunub. Əlavə olaraq da burada da nənəsinin məzarı var imiş. Nəsəbnaməsi. Şeyx Səfinin Cəddi İmam Musa Kazimdir. Çinin imperatoru gəldi 1200 parça porselenləri hediyə verdi Şah Abbasa. Bunlar nə üçündür? Bu taxçalar bunları saxlamaya. Hə, bunları qoymaq üçün.